Deməli uşaqlar, gəldik Roma dövründəki ordudan danışaq. Biz bilirik ki, Roma dövlətində ordu legion adlanır və ordunun əsasını ağır silahlı piyadalar təşkil edirdi və orada təbii ki də kimlər? Kəndlilər, yəni ki, pleybeylər xidmət edirdilər Romada. Baxın, bu bizə xatırladır Spartanı. Spartada eyni ordu ağır silahlı piyadalardan təşkil olunmuşdu və Spartadakı ordu isə falanqa adlanırdı. Deməli, uşaqlar, Roma Respublikasının güclü ordusu varsa, bu nəyə başlayacaq? İşğalçı müharibələrə başlayacaq. Deməli, ilk olaraq Roma Respublikası eradan əvvəl 3-cü əsrdə bütün İtaliyanı Romaya birləşdirir. Deməli, İtaliya haçan Romaya birləşdi? Eradan əvvəl 3-cü əsrdə. Bu da Respublika dövrünə düşür. Bunun ardınca isə Pun müharibəsi baş verir. Eradan əvvəl 264, eradan əvvəl 146-cı ildə. Pun müharibəsi Karfagenlə Roma arasındadır. Gəlin buna xəritədə baxaq. Baxın, Romanın ərazisini biz bilirik. Görürsünüz, Roma buradır. Karfagen isə baxın Romanın aşağısındakı bir dövlətdir. Bura hansı qitə idi? Afrika qitəsi. Baxın. Karfagen Afrika qitəsində yerləşən bir dövlət idi. Və Karfagenin əhalisi Finikiyalılar idi. Finikiyalılara da Roma Pun dediyinə görə bu müharibə Pun müharibəsi adlanır. Baxın, həmişə müharibə oxuyanda siz fikirləşin, bu müharibənin baş vermə səbəbi nə ola bilər? Baxın, Karfagenlə Roma arasındakı müharibənin baş vermə səbəblərindən birincisi Siciliya adası idi. Roma deyirdi ki, Siciliya adası mənimdir. Karfagen deyir ki, nə danışırsan, Siciliya adası mənimdir. Birinci səbəb Siciliya adası idi. İkinci səbəb isə uşaqlar, baxın, bu hansı dənizdir? Aralıq dənizi. İkinci səbəb isə Aralıq dənizində hökmranlıq idi. Roma deyirdi, Aralıq dənizində mən gəmilərimi üstürəcəm. Karfagen deyirdi, yox, mən gəmilərimi üstürəcəm. Yaxşı, baxın, müharibənin baş vermə səbəbi bu idi. Müharibənin nəticəsi necə olur? Təbii ki də güclü Roma ordusu qalib gəlir müharibədə. Eradan əvvəl 146-da. Bu müharibə nəticəsində Roma birinci ilə Siciliyanı, daha sonra baxın buradakı adı olan Sardiniyanı, ardınca Karfageni, ardınca Korsikanı, ardınca da Karfageni neyniyir? Tutur. Deməli, bu ərazilərin tutulması açandı eradan əvvəl 146, yəni ki, 2-ci əsrdə. Baxın, uşaqlar, biz buradan bir dənə xətt çəksək. Burada bilirik ki, həmişə solumuz qərbdir, sağımız şərqdir. Düzdür. Deməli, Roma Karfageni məğlub edibsə, Aralıq dənizinin harasında? Qərbində güclü dövlətə çevriləcək. Yaxşı, bu cümləyə xüsusi diqqət edin. Deməli, Roma Karfageni məğlub etməsi nəticəsində, yəni Pun müharibəsi nəticəsində Aralıq dənizinin qərb hissəsində güclü dövlət olacaq. Yaxşı. Deməli, Karfagenlə müharibəmizi bitirdik, Karfageni tutduq. Bundan başqa, elə bu hadisələrin gedişində eradan əvvəl 190-cı ildə Magneziya döyüşü olmuşdu. Biz əslində keçmişik Magneziya döyüşünü. Magneziya döyüşü Roma ilə Selevkilər arasındaydı. Təbii ki də Roma qalib gəlmişdi, Selevkini məğlub etmişdi. Və Selevkinin digər adı nədir? Suriya. Suriyanı özündən asılı salmışdı. Yaxşı, bunu bilək. Deməli, baxın uşaqlar. Roma Aralıq dənizinin qərbində güclü dövlət oldu. Düzdür? Qaldı şərqi. Karfageni məğlub edəndən sonra elə 146-cı ildə Roma birinci gedir Makedoniyanı tutur, ardınca da gəlir Yunanistanı tutur. Və bununla da bütün Aralıq dənizində eradan əvvəl 146-cı ildə Roma güclü dövlətə çevrilir. Yəni ki, 2-ci əsrdə eradan əvvəl. Yaxşı, baxın, Suriya da buradır. Yəni Selevkini də məğlub edib Suriyanı tutması da baxın buradadır. Bildik? Deməli, Roma Aralıq dənizində haçan güclü dövlət oldu? Eradan əvvəl 2-ci əsrdə. Yunanistan haçan güclü dövlət olmuşdu? Eradan əvvəl 5-ci əsrdə. Əhəmənliklə müharibənin nəticəsində. Baxın, bu da təbii ki də Romanın xarici siyasətdir. Başqa dövlətlərlə müharibə aparırsa, bu nədir? Roma Respublikasının Respublika dövründən danışır. Xarici siyasəti idi. Və Roma işğal etdiyi ərazilərə canişinlər təyin edirdi buranı idarə etmək üçün. Baxın, canişinliyi biz Romada da gördük, Misirdə də gördük, Əhəməni dövlətində də gördük, bir də ki, Mannada da görmüşdük canişinlik sistemin. Deməli, eradan əvvəl 5-ci əsrdə Romanın ilk qanunlar toplusu yarandı. Yəni ki, 12 qanun lövhəsi. Bunun digər adı 12 qanun lövhəsi idi. Deməli, bu qanunlardan hazırda müasir dövrümüzdə də bir çox dövlətlərdə, hətta Azərbaycanda da istifadə olunur. Bu qanunlara hansılar daxil idi? Baxın uşaqlar, əksi sübuta yetirilməyənə qədər insanlar günahsız sayılırdı.
İkincisi, günahlandırılan şəxslərə hakim qarşısında özlərini müdafiə etmə hüququ verilirdi. Üçüncüsü isə hakimin qərarı qəbul edilməzdən əvvəl sübutlar əsaslandırılmalı idi. Yaxşı. Baxın, dünyanın sizə desə ki, ilk qanunlar toplusu, deyəcəksiniz o Şumerə aiddir. Amma Romanın ilk qanunlar toplusu desə, baxın, eradan əvvəl 5-ci əsr 12 lövhə qanunudur. Yaxşı. Bundan başqa uşaqlar, Romada qullar danışan əmək alətləri adlandırılırdı və dünyada ən çox qula malik olan dövlət də Roma olmuşdu. Yaxşı. Gəldik qladiator döyüşlərinə. Nədir bu qladiator döyüşləri? Dediyimiz kimi Romada qul çox idi və çevik və güclü qullar xüsusi məktəblərə aparılırdı. Orada silah, sursatdan necə istifadə olunmalıdır, onları öyrədilirdi bu qullara. Daha sonra isə onları bir-biri ilə vuruşdurmağa məcbur edirdilər. Təbii ki də bu bir-biri ilə vuruşan güclü qullara qladiator deyilirdi. Eradan əvvəl 3-cü əsrdə qladiator döyüşləri başlayır Romada. Hansı ki, böyük amfiteatrlar var idi. Amfiteatr nədir? Böyük tamaşa yerləri. Bunların arenasında, yəni ki, mərkəzində qladiator döyüşləri keçirilirdi. 2 dənə qul bir-biri ilə vuruşurdular və bunu varlı şəxslər, yəni ki, varlı tamaşaçılar izləyirdi. Əgər burada məğlub qladiatorun taleyi tamaşaçıların əlində idi. Əgər tamaşaçılar baş barmaqlarını yuxarı qaldırsaydılar, bu məğlub qladiator sağ qalacaqdı. Yəni məğlub qul sağ qalacaqlar. Yox, barmaqlarını aşağı etsəydilər, bu zaman qalib məğlubu öldürəcəkdi. Baxın, belə bir vəhşi bir oyun idi bu qladiator döyüşləri. Sadəcə siz burada bunun ilin yadda saxlayın. Eradan əvvəl 3-cü əsrdə Romada keçirilməyə başlayıb qladiator döyüşləri. Yaxşı. Dedik ki, uşaqlar, Romada qul əməyindən çox geniş istifadə olunurdu və çoxlu qullar var idi. Ona görə də artıq kəndlər arxa plana çəkilmişdilər. Yəni kəndlərin əməyindən o qədər də çox istifadə olunmurdu. Yəni qul var da, kəndliyə sən gərək pul verəsən işlədirsən, qula isə heç bir şey eləmirsən, sənin üçün işləyir. Ona görə bu dövrdə kəndlərin vəziyyəti pisləşdi. Kəndlər də məcbur qaldılar, öz torpaqlarını neynədilər? Ucuz qiymətə varlılara satdılar. Kəndlər torpağını satandan sonra hərbi xidmətə də gedə bilmədilər. Çünki biz bilirik ki, həmin dövrdə Romada hərbi xidməti kimlər təşkil edirdi? Kəndlilər, yəni ki, plebeylər təşkil edirdi əsasən. Bunlar da silah-sursat almalıdılar, amma pulları olmadığına görə hərbi xidmətə də gedə bilmirdilər. Yəni ki, kəndlərin vəziyyəti yaxşı deyildi. Bu zaman kəndlərin imdadına kim qaçdı? Tiberi Qrax qaçdı. Kim idi bu Tiberi Qrax? Xalq tribunu idi. Biz bilirik, xalq tribunu nə deməkdir? Bu yoxsulların, yəni plebeylərin hüquqlarını müdafiə edən şəxs idi. Bu Tiberi Qrax eradan əvvəl 133-cü ildə, yəni ki, eradan və 2-ci əsrdə kəndlilər üçün, yəni ki, plebeylər üçün, yoxsullar üçün qanunlar qəbul etdi. Tiberi Qraxın bu qanunları torpaq haqqında, kəndli haqqında olduğuna görə aqrar qanun gedir. Yəni bu kəndli haqqında, torpaq haqqında olan qanunlar aqrar qanundur. Görək Tiberi Qrax hansı qanunları qəbul etdi? Dedi ki, varlıların 250 hektardan çox torpağı ola bilməz. Hər kəsin, yəni bütün varlıların 250 hektar torpaq olmalıdır. Əgər 250 hektardan çoxdursa torpaq, bu artıq torpaq kəndliyə verilməli idi. Kəndli də bu torpağı heç kimə sata bilməzdi. Ancaq kəndlinin özünün olmalı idi. Təbii ki də bu qanun kəndli üçün müsbət olsa da varlılar üçün, yəni ki bu senat üçün, konsul üçün nə idi? Mənfi idi. Ona görə də senat Tiberi Qraxın bu qanununa qarşı gəlir. Amma buna baxmayaraq xalq ancaq bu qanunları nə edir? Təsdiqləyir. Təbii ki də senat vaz keçmir. Tiberi Qraxı şərləyir. Deyir ki, bu Tiberi Qrax padişah olmaq istəyir, yenidən padişahlıq dövrünü yaratmaq istəyir. Əhali də buna inanır. Ona görə bu yazıq Tiberi Qrax nə edirlər? Öldürürlər. Lakin Tiberi Qrax ölsə də onun qardaşı qalırdı. Qay Qrax. Eyni qardaşı kimi eradan əvvəl 123-cü il, yəni 10 il sonra Qay Qrax da qardaşı Tiberi Qrax kimi islahat keçirdir. Onun islahatında da yenidən o da kəndliyə torpaq paylamağa başlayır və kəndliyə ucuz qiymətə taxıl satır. Lakin bu Qay Qraxın da taleyi qardaşı kimi olur, bu da öldürtülür və bunun qaydaları da ləğv edilir. Bundan sonra senat kəndlilərə torpaq paylanılmasını dayandırır. Kəndlilərin aldığı torpaqların
satılmasına icazə verir. Kəndiyə deyir ki, torpağı sata bilərsən və varlıların da artıq istədikləri qədər torpağı ola bilir. Yəni əvvəlki vəziyyətə yenə də qayıdır. Yəni bu Tiberi qıraqla Qay qıraq o qədər əziyyət çəkir, amma yenə də vəziyyət əvvəlki kimi olur.